Baxın uşaqlar, sinəmizin ikinci hərəkətidir. Bunu da bazı hərəkət seçdim mən. Birinci növbədə heç vaxt eşşəkli eləməyin. Tərləmişəm, tərbiqli ora-bura axıtmayın. Sizdən sonra burada məşq edən insanlar olur. Dəsmalla bir dənə silmək lazımdır. Sonra da kürəyim görürsün açıq. Buna usta eləyəcək, ona görə köynəyimi atıram bura. Nəysə, bazı hərəkətdir. Ağır çəki götürür. Burada gücənməyə ehtiyac yoxdur, yarımçıq işləməyə ehtiyac yoxdur. Rəhəm əlim, razısan mənə? Bəli, bəli. Əksəriyyət neyi götürür, mən görürəm valla. Özünü qatdalayır belə, təzdən elə bir düz şimlioja vəziyyətini alır da. Bəli, bəli. Naplon şim işləyəndə. Bəli. Çox qaldırır tasını və bura qədər düşür, ştangı bura qədər gətirir. Vətərlər bayaq dediyim məsələ, sırtılmır. Yəni, sənin vətərin açan gücləndir. Sən bunu bununla işləyirsən, bax yüngüllə. O yavaş-yavaş o çəkiyi öyrəşir, sonra 5 kilo artırırsan, o çəkiyə də öyrəşir. İllər keçdikcə bərkiyir. Pillə-pillə. Bu bərkimiyəndə, sabah sən çəkiyə girəndə döşün yekəlir axı, biraz orada gəlişmə olur. Biraz ağır çəkiyə girəndə özünü göstərmək üçün dırılır sənin sinəvin vətəri də, başa qopur. O ən çox professionallarda olur, yəni o bodybuilderlər var, interesi belə. Bildiniz də nə məsələ? Steroid istifadə edənlərdə olur, yarışçılarda. O da niyə olur, mən sizə deyim. Onların arterial qan təzyiqi o qədər yüksək olur ki, əzələləri paslayanda pampda qalır, bu vəziyyətdə. Biz niyə məşqdən çıxandan sonra, biraz uzun danışdım, amma problem yoxdur. Biz məşqdən çıxandan sonra deyirsiniz, məşqdə yekəlirdim, sonra fısım yatdı. Sən fısım yatmır, sənin əzələlərin yığılır, başlayır dincəlməyə. Amma onlarda dincəlmək söhbəti bilsən necə olur, pampda olur. Axı, testosteron həddindən artıq yüksəkdir. Məşq müddətində necə olursa, demək olar ki, o qaydada çöldə, bayırda, fırlananda da olur. Vətərlər də belə gərgin qalır. Biri var vətər belə qalır, uşaqlar, belə. Bir də var ki, pampdan belə qalır. Düz deyirəm, düz demirəm. Düz. Sənə təzdən gəlib o ağır çəkiyə girəndə, naqruskada qalan vətər cırılır. Nəticədə aləm dəyər bir-birinə. İndi bir dənə bu praktiki göstərim sizə, hikmət demişkən. Bax. Əllər yenə tutuldu uşaqlar. Hop! Şüp! Bax. Yavaş-yavaş düşürürük sinənin üstünə. Hop! Sinəni sıxmaq lazımdır. Baba düşdük. Sinəni sıxdıq, düşdük. Sinəni sıxdıq, düşdük. Sinəni sıxdıq, düşdük. Bax. Düşdük sinəni, bax. Sinəni sıxırıq. Özümüzü qaldırmırıq. Tasımızı belə eləmirik. Tas aşağıda. Bura yapışmış. Külək də. Düşdük. Yəni, bax, düzgün çək. Güzlər az işə düşürəm ona görə. Bax, uşaqlar, sinəmizi sıxırıq. Sinə nə qədər sıxılsa, bir o qədər sizin istədiyiniz qaydada hər şey olacaq. Bax, sinənin pampına bax. Görürsən, bax, keçin belə. Sinə sıxılmalı uşaqlar. Bunu belə eləmək, sinə işləmək deyil, sinə sıxılmalı, qamət düz. Bax, matı.